Herkese hər birinizə xoş gördük. Mən Şəhanə Əhmədova. Bu günləri sizə 4-cü siniflər üçün olan yeni model monitorik üzrə hazırlıq sınaq toplusunun izahını verəcəm. Əgər bu kimi izahların gəlməsini istəyirsinizsə, kanala abunə olaraq bildirişləri açmağı unutmayın. Başlayaq ilk sualımızdan. 3, 7, 4, 1, 0, 5 rəqəmlərindən bir dəfə istifadə etməklə yaranan 6 rəqəmli ən böyük cüt ədədi seçin. Deməli bizdən deyir ki, bu rəqəmlərdən istifadə edin, ən böyük cüt rəqəmi yaradın, cüt ədədi yaradın. Biz ilk öncə ən böyük ədədi yaratmaq üçün rəqəmləri böyükdən kiçiyə doğru düzməliyik. Ən böyük 7, daha sonra 5, daha sonra 4, 3, 1 və 0. Biz ədədləri böyükdən kiçiyə doğru düzdük. Sonuncu rəqəm cüt olmalıdır. Sonuncu rəqəm cüt olduğuna görə elə böyükdən kiçiyə düzdük, görürük ki, ədədimizin də elə sonu 0 ilə bitibdir. Elə ona görə də bizim ədədimiz deməli 754.310 oldu. Deməli doğru variantımız olacaq A variantı. Sonra keçirik. Deməli doğru variantımız oldu A. Sonra keçirik sual 2-yə. 880.808 ədədinin rəqəmlə yazılışını seçin. Mən sizə bunun asan bir üsulunu öyrədəcəm. 880.000. Deməli yazıram 880. Mində neçə 0 var? 3 0. Arxasına 3 0 yazıram. Oldu 880.000. Üzərinə gəlinsin. 808. Üzərinə gəlinsin 808. Sonra bunların cəmini tapıram. Deməli, 0-ın üzərinə 8, 8. 0-ın üzərinə 0, 0. 0-ın üzərinə 8, 8. 0 olduğu kimi düşdü, 8 olduğu kimi, digər 8 də olduğu kimi düşdü. Ədədimiz siniflərə ayıraraq oxuyuram. Siniflərə bilirik ki, 3-3 ayrılır. Təkliklər sinifi, digər sinifimiz də olacaq minliklər sinifi. Oxuyuram bu ədədimi 880.808. Həqiqətən də biz ədədimizi yaratdıq. İndi gedək görək variantda belə bir variant hansındadır. Deməli, 880.808. Baxırıq ki, D variantı. Deməli, düzgün variant oldu D. Sonra keçirik digər suala. 36.240 ədədinin sözlərlə yazılışı hansı bənddə doğru göstərilmişdir? Əgər siz bu ədədləri oxuya bilmirsinizsə, bunları ilk öncə siniflərə ayırın. Siniflər bilirik ki, 3-3 oxunur. Deməli, siniflərlə əgər mərtəbələri qatırsınızsa, bu şəkildə yadımızda saxlaya bilərik ki, bir binadır və bu binanın mərtəbələri var. Biz mərtəbələrə bir-bir gedirik. Birinci mərtəbəyə, sonra ikinci, sonra üçüncü, sonra dördüncü mərtəbəyə gedirik. Mərtəbələr bir-bir, siniflər isə 3-3 oxunur. Deməli, bu oldu təkliklər sinifi, bu ikisi oldu minliklər sinifi. Deməli, ədədimizi oxuduqda oldu 36.240. Düzgün cavab olacaq C variantı. Sonra keçirik digər suala. 326.476 verilmiş ədəddə işarələnmiş rəqəmin mərtəbə vahidi neçədir? Deməli, biz ilk öncə ədədimizi buraya yazaq. 326.000 deməli 476 işarələnmiş, deməli 2-nin altından xətt çəkibdir. Mərtəbə vahidi neçədir? Biz ədədimizin iki rəqəminin altından xətt çəkilib 10 minliklər mərtəbəsində durur. Baxın, təklik, onluq, yüzlük, minlik, 10 minlik. İki rəqəmi 10 minliklər mərtəbəsində durur. Deməli, mərtəbə vahidi 10 minlikdir. Düzgün cavabımız olacaq D variantı. Sonra keçirik digər suala. Yazaq ədədimizi bura. Sinifləri ayıraraq oxuyaq. Təkliklər sinifi, digər də oldu minliklər sinifi. 43.778 ədədinin minliklər sinifindəki ədəd neçədir? Minliklər sinifində neçə durubdur? Təkliklər sinifində durub 778, minliklər sinifindəki ədəd isə 43-dür. Deməli, düzgün cavabımız olacaq B variantı. B. Sonra keçirik digər sualımıza. 500.000, üzərinə gəlinsin 7.000, üzərinə gəlinsin 80, üzərinə gəlinsin 9 şəklində mərtəbə qiymətlərinə ayrılmış ədədin onluqlar və 10 minliklər mərtəbə vahidinin sayının cəmi neçədir? İlk öncə gəlin biz bunların cəmini tapaq. Deməli 500.000, üzərinə gəlinsin 7.000, üzərinə gəlinsin 80, üzərinə gəlinsin 9. Deməli 9, 8, 0, 7, 0, 5. Ədədimiz oldu 507.089. Yazaq bura. 507.089. İndi bu ədədin mərtəbə qiymətlərinə ayrılmış ədədin onluqlar və 10 minliklər mərtəbə vahidinin sayının cəmini istəyir. Baxaq görək onluqlar mərtəbəsində hansı rəqəm dayanıbdır. Deməli, təklik, onluq dayanıb 8, üzərinə gəlinsin 10 minliklər mərtəbəsi. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. 10 minliklər mərtəbəsində də dayanıb, deməli 0. Mərtəbə vahidlərinin cəmini tapırıq, 8 üzərinə gəlinsin 0. Cavab edəcək 8. Doğru cavabımız olacaq A variantı. Sonra keçirik digər suala. 4, 3, 8, 1, 5 rəqəmlərindən bir dəfə istifadə etməklə yaranan ən böyük 5 rəqəmli ədəd neçədir? Əgər biz yenə ən böyük 5 rəqəmli ədəd düzəltmək istəyiriksə, burada verilən rəqəmləri azalan sıra ilə düzməliyik. Azalan sıra nədir? Böyükdən kiçiyə doğru. Ən böyük 8, sonra 5, sonra 4, sonra 3, sonra 1. Deməli, ədədimiz neçə oldu? Siniflərə ayıraraq oxuyaq. Bu olsun təkliklər sinifi, bu da olsun minliklər sinifi. Ədədimiz oldu 85.431. Doğru cavab olacaq A variantı.
Sonra keçirik digər suala. 786.543 ədədinin 100 minliklər mərtəbəsinin mərtəbə vahidinin sayından yüzlüklər mərtəbəsinin mərtəbə vahidinin sayını çıxsaq neçə alınır? Deməli, ədədimizi ilk öncə yazım. 786.543. Bizdə deyir ki, 100 minliklər mərtəbəsinin mərtəbə vahidinin sayından 100 minliklər mərtəbəsinin mərtəbə vahidini çıxaq. 100 minliklər mərtəbəsinin mərtəbə vahidinin sayı təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik. 100 minliklər mərtəbəsinin mərtəbə vahidinin sayı, yəni rəqəmi 7-dir. Yazıram bura 7 çıxılsın. İndi yüzlüklər mərtəbəsinin mərtəbə vahidinin sayı, yəni yüzlüklər mərtəbəsinin rəqəmi neçədir? Təklik, onluq, yüzlük. Yüzlüklər mərtəbəsində rəqəmi 5-dir. 7 ilə 5-in bizdən fərqini istəyir. 7-dən də çıxıram 5, cavab elədi 2. Doğru cavab olacaq B variantı. Sonra keçirik digər suala. Verilmiş şərtə əsasən ilin yerinə yazıla biləcək ədədlərin cəmini tapın. Deməli, bu şəkildədir. Aha, baxırıq ki, biz indi, deməli, yüzlüklərimizin də sayı eynidir, minliklərimizin sayı da eynidir. İndi L kiçikdir 5. Biz 5-dən kiçik rəqəmləri yazmalıyıq. 5-dən kiçik rəqəmlər hansılardır? 0, 1, 2, 3 və 4. 0, 1, 2, 3, 4. Bunların da cəmini tapırıq, eləyir 10. Deməli, elin yerinə yazılacaq rəqəmlər oldu 0, 1, 2, 3, 4. Bunların da cəmi bizə verdi 10-u. Doğru cavabımız olacaq A variantı. Sonra keçirik digər suala. 6465 ədədini yüzlüklərə qədər yuvarlaqlaşdırın. Ədədimi yazıram 6465. Yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda neçənin altından xətt çəkəcəm? Deməli, təklik, onluq, yüzlük, 4-ün altından xətt çəkəcəm. Yuvarlaqlaşdırmanın bərabərliyini qoyuram. Deməli, 6. İndi 4-dən sonra gələn rəqəmə baxıram ki, 4-dən sonra gələn rəqəm artan verən rəqəmdirmi, yoxsa yox? Biz demişdik ki, əgər yuvarlaqlaşdırdığımız ədəddən sonra 5, 6, 7, 8, 9 gəlirsə, deməli, ədədimiz artır. 4 bir vahid artır olur 5 və özündən sonrakılar sıfıra çevrilir. 0, 0. Deməli, 6465 ədədini yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda elədi 6500. Doğru cavabımız olacaq B variantı. Sonra keçirik digər sualımıza. Yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 300 alınan ən böyük ədədin mərtəbə vahidlərinin sayını tapın. Yuvarlaqlaşdırdıqda bizə verməlidir 300-ü və ən böyük olmalıdır. Yadınızda saxlayın ki, yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda ən böyük ədədi tapmaqdan ötürü 300-ün üzərinə gələcəm 49. O deyəcək 349. Deməli, həqiqətən də mən bunu yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda elədi 300. Deməli, bizim ədədimiz oldu 349. İndi 349 ədədinin rəqəmlərinin cəmini tapmalıyam. 3 üzərinə gəlinsin 4, üzərinə gəlinsin 9. 3-ün üzərinə 4 gəldik 7, 7-nin də üzərinə 9 gəldik, elədi 16. Doğru cavabımız olacaq B variantı. D. Sonra keçirik digər suala. Simvollara görə verilən ədədləri artan sıra ilə düzün. Artan sıra nədir? Artan sırada kiçikdən böyüyə doğru biz ədədlərimizi arta-arta aparırıq. Deməli, ədədlərimizi yazım. 1 qoyum, 2 qoyum, 3 qoyum və 4 qoyum ədədlərimizi yazım. Deməli, kvadratdakı ədədimiz 346.728, daha sonra 346.827, daha sonra 364.782, 364.872. Bizim ədədlərimiz bunlardır və biz bunları başlayırıq artan sırayla düzməyə, yəni kiçikdən böyüyə doğru düzməyə. Baxırıq, deməli, 346 eynidir. Burada 7 durub, burada 8 durub. 7 8-dən kiçikdir. Ona görə artan sırayla düzdükdə birinci başlayacağım kvadratla vergül. Deməli, bunu istifadə elədim. Sonra baxıram, burada 364-dür, burada 346-dır. Deməli, sonra 346.827 olacaq. 3 bucağımı çəkirəm. Sonra bunu da istifadə elədim. Qaldı 364.782, 364.872. Baxıram, görüm ən kiçik hansıdır? Təbii ki də ən kiçik 364.782-dir. 364.782 də dairədir. Daha sonra digəri də ən sonda. Deməli, kvadrat, 3 bucaq, dairə və not işarəsi. Düzgün cavabımız olacaq B variantı. İşarələyirik B-ni. 4627 kiçikdir A-dan, o da kiçikdir 4632. Müqayisəsində A-nın yerinə neçə ədəd uyğun gəlir? Biz, yəni 4627 nədən kiçikdir? O yazacağımız ədəd də 4632-dən kiçik olmalıdır. 4627 kiçikdir 4628, sonra 4629, sonra 4630, daha sonra 4631. Deməli, cəmi 4 ədəd. A-nın yerinə neçə ədəd uyğun gəldi? Cəmi 4 ədəd. Düzgün cavabımız olacaq A variantı. Sonra baxırıq digərinə. Müqayisələrdən hansı doğru deyil? Baxırıq indi, deməli, A variantına. Deməli, 37.648 kiçikdir 76.425. A variantı doğrudur. Üzərindən xətt çəkirəm. Sonra baxırıq B variantına. 39.786 böyükdür 21.397. Bu da doğrudur. Baxıram C variantına. 84.765 böyükdür 86.347. Xeyr, bu yanlışdır. 84.000 böyük olar, yoxsa sizcə 86.000? Təbii ki də 86.000. Ona görə C variantı bizim doğru variantımızdır. Sonra baxırıq D variantına. 83.325 kiçikdir 85.621-dən. Bu da doğrudur. Deməli, düzgün cavab oldu C. Sonra keçirik digərinə. Hansı ədədi minliklərə qədər yuvarlaqlaşdırdıqda 3000 alınar?
Baxırıq A variantına. 1000-də neçə sıfır var? 3 sıfır. Ona görə də çəkirəm 3-ün altından xətt. 3-dən sonra da artım verməyən rəqəm gəlib. Ona görə də 3 özü olduğu kimi qalır. Özündən sonrakılar sıfıra çevrilir. Elə deməli 3000 alındı A variantına. Sonra baxırıq digər variantlar niyə olmur? 3524 min-ə qədər yuvarlaqlaşdırdıqda yenə 3-ün altından xətt çəkirəm. 3-dən sonra artım verən rəqəm gəldiyinə görə 3 bir vahid artır. Özündən sonrakılar sıfıra çevrilir. Bu ədədimiz olur 4000. Deməli bunu götürə bilmərəm. Sonra baxırıq C variantına. 3603. Burada yenə 3-ün altından xətt çəkirəm. 3-dən sonra artım verən rəqəm gəlib. 3-dən sonra artım verən rəqəm gəldiyinə görə 3 bir vahid artır olur. 4 digərləri sıfıra çevrilir. Oldu 4000. Deməli C variantı da yanlışdır. Sonra baxırıq D variantına. 3896 min-ə qədər yuvarlaqlaşdırıram. 3-ün altından xətt çəkirəm. 3-dən sonra artım verən rəqəm gəlib. 3 bir vahid artır olur. 4 özündən sonrakılar da sıfıra çevrilir. Oldu 4000. Deməli D variantı da yanlışdır. Düzgün cavabımız olacaq A variantı. Sonra keçirik növbəti suala. Hansı bəhdəki ədəd yüzlüklərə qədər səhv yuvarlaqlaşdırılır? Baxırıq A variantına. Yüzlüklərə qədər yuvarlaqlaşdırır deyil. Yüzdə elə bil 2 sıfır var. Ona görə təklik, onluq, yüzlük. Burada 7-nin altından xətt çəkirəm. 7-dən sonra artım verməyə rəqəm gəldiyinə görə ədəd öz olduğu kimi qalıb. Özündən sonrakılar sıfıra çevrilib. A variantı doğrudur. Baxırıq B variantına. Deməli burada da 1-in altından xətt çəkirəm. 1-dən sonra 7 artım verən rəqəm gəldiyinə görə 1 bir vahid artır olur. 2 özündən sonrakılar sıfıra çevrilir. Bu da doğrudur. Daha sonra baxıram C variantına. Yüzlüklərə qədər yuvarlaqlaşdır. 1-in altından xətt çəkirəm. 1-dən sonra artım verən rəqəm gəlib 1 bir vahid artır olur. 2 özündən sonrakılar sıfıra çevrilir. C variantı da doğrudur. Sonra baxıram D variantına. Yüzlüklərə qədər yuvarlaqlaşdır. 4-ün altından xətt çəkirəm. Bəli, 4-ün altından xətt çəkdim. Baxıram 4-dən sonra artım verməyə rəqəm gəlib. Ona görə 4 öz olduğu kimi qalıb. Özündən sonrakılar sıfıra çevrilməlidir. Ancaq burada 4-ü bir vahid artırıb olub 5. Nə zaman 5 olardı? Özündən sonra artım verən rəqəmlər, yəni 5, 6, 7, 8, 9 gələrdisə, burada özündən sonra artım verməyə rəqəm 2 gəlib. Ona görə ədəd öz olduğu kimi qalıb. Özündən sonrakılar sıfıra çevrilməli idi. Düzgün cavabımız olacaq D variantı. Hələ burada 500 minlik var. 3 10 minlik var. Daha sonra 4 minlik var. 200'lük var, 0 onluq, 0 təklik var. Ədədimiz oldu 534.200. 534.200 ədədini biz yuvarlaqlaşdırmalıyıq 10 minliklərə qədər. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. Deməli 3-ün altından xətt çəkirəm. Deməli 3-ün altından xətt çəkdik. Yazıram burada. 3-dən sonra artım verməyə rəqəm gəlib. 3 özü olduğu kimi qalır. Özündən sonrakılar sıfıra çevrilir. Ədədimiz oldu 530.000. Doğru cavabımız olacaq A variantı. Baxırıq növbəti suala. Aysel 4785-dən başlayaraq irəliyə doğru 100 ritmik sayır. Ayselin 5-ci söyləyi ədədinin ən yaxın yüzlüyü neçədir? Deməli, birinci ədədimiz oldu. Aysel birinci söyləyib 4785. Sonra Aysel bu 4785-in üzərinə gəlib 100. Eləyib 4885. Daha sonra onun da üzərinə gəldi 100. Elədi 4985. Daha sonra 4-cü ədədi tapmaqdan ötürü 4985-in də üzərinə 100 gəldi. Elədi 5085. 5-ci ədədi tapmaqdan ötürü də deməli 4-cü ədədin üzərinə 100 gəldi. Elədi 5185. Yazırıq ədədimizi. Deməli ədədimiz oldu 5185. 5185 ədədini bizdən istəyir ki, yüzlüklərə qədər yuvarlaqlaşdır. 1-in altından xətt çəkirəm. 1-dən sonra artım verən rəqəm gəldiyinə görə 1 vahid artıb olur. 2 özündən sonrakılar da sıfıra çevrilir. Deməli, Ayselin 5-ci söylədiyi ədədin ən yaxın yüzlüyü 5200-dür. Doğru cavabımız olacaq D variantı.